Salamlar dəyərli izləyicilərimiz, bugün çox vacib bir mövzuya toxunacağıq. O baxımdan gözünüz bizdə olsun. Gənclərdə görmənin sürətlə zəifləməsinin günahkarı kimdir? Telefonlar, gadjetlər və yaxud valideyn nəzarətsizliyi. Ümumiyyətlə, göz zəifləməsi refraksion qüsurlarla əlaqəlidir. Ancaq biz bir sıra hallarda telefonların, gadjetlərin uzun müddət fasiləsiz istifadəsi bu zəifliyin artırılmasına gətirib çıxara bilir. Bu baxımdan valideynlər diqqətli olmalıdır. Belə ki, göz işi zamanı mütləq fasilələr verilməlidir. Xüsusi qaydalar var. 20-20-20 qaydalarını uşaqlarınıza öyrədə bilsəz, bu çox faydalı olacaq. Bu hər 20 dəqiqədən bir, 20 metr məsafədə 20 saniyə baxmaqdır. Yəni uzağa baxmaqla göz əzələlərimizi dincəldə bilirik. Daha sonra gənclərimiz adətən düzənsiz telefon, kompüter istifadə etdikləri üçün bu hətta göz yorğunluğu, gözdə gərginlik, spazm deyilən və göz quruluğuna gətirib çıxaran bir hallara da gətirib çıxara bilir. Gözlərimizin inkişafı və dəyişilməsi və zəifləməsi 6-18 yaş arasında daha sürətlə getdiyi üçün bu yaşlarda həm uşaqlar özləri, həm də valideynləri çox diqqətli olmalıdırlar. Bu və digər mövzularla videolarımıza davam edəcəyik.